Bugün xəylələmə testinin izahına baxırıq. Azərbaycan 19-cu əsr 4-cü hissə. Birinci sualdan başlayaq. Şimali Azərbaycanda ilk Alman koloniyasının salındığı ərazi müəyyən edin. İlk Alman koloniyası 1817-18-ci illərdə Gəncədə salınıb, Gəncə şəhərində. Deməli 2 Şəki, 1 Şəmkir, 5 Gədəbəy, 4 də Gəncə. Deməli olacaq 4 Gəncə. Deməli 2 oldu Şəki, 1 oldu Şəmkir, 5 Gədəbəy, 4 Gəncə. 19-cu əsrin 40-60-cı illərində Cənubi Qafqazda həyata keçirilmiş inzibati dəyişikliyə aid səhv fikri müəyyən edin. 19-cu əsrin 40-60-cı illərində səhv fikir. Çar Balakən ərazisinin Tiflis quberniyasının tərkibinə daxil edilməsi. Tiflis quberniyası 49, yerində Çar Balakən Tiflisin tərkibindedir. Bu düz fikirdir. Aleksandropol və Mehri qəzası əsasında Yelizavetpol quberniyasının yaradılması. Aleksandropol və Mehri əsasında Yelizavetpol yox, İrəvan quberniyası yaradılmışdı 49-cu ildə. Yəni Aleksandropol və Mehrinin bir hissəsi İrəvana verilmişdi. Yəni Yelizavetpol səhv fikirdir, amma hamısına baxın, B səhvdir. Naxçıvan qəzasının İrəvan quberniyasının tərkibinə daxil edilməsi düzdür 49. Qubanın Dərbənd quberniyasının tərkibində olması düzdür 46. Bakı qəzasının Şamaxı quberniyasının tərkibində olması 40. Bəli, 46. Üçə baxaq. 19-cu əsrin 40-cı illərində Çar hökumətinin Şimali Azərbaycanda iflasa uğrayan siyasəti, mülki cinayətlərə baxılması səlahiyyətinin səhra məhkəmələrinin alınması. Xeyr. Yəni mülki cinayətlərə baxılması səlahiyyətinin səhra məhkəmələrinin alınması 1840, amma səbəb bu deyildi. Mahalların yerindən nahiyələrin yaradılması. Xeyr. Ali sirkə kəndlilər üzərində polis səlahiyyətinin verilməsi. Xeyr. Yerli məmurlara müsəlman ali sirkə adının verilməsi. Xeyr. Til torpaqlara müsaade edilməsi. Bəli. Həm til torpaqlara müsaade edilir, həm də 40-cı ildə bütün bizim bəy və ağalarımız bütün dəsən kənarlaşdırılır deyə ona görə 40-cı islahat uğursuz olmuşdu. 4-cü suala baxaq. Şimali Azərbaycanda Rusiyanın yeritdiyi siyasəti nəticələrlə bağlı deyil. Şərq ölkələrlə ticarət əlaqələrinin iflasa uğraması, bəli, iflasa uğramışdı. Alban katelkosunun ləğv edilməsi 36 düzdür. Biyarın pul veksel vəz edilməsi 1870 düzdür. Almanların ölkə ərazisindən köçülməsi 17-18 düzdür. Kəndlilərin rəiyyət, rəncbər, elat kateqoriyalarına bölünməsi bu səhvdir. Çünki rəiyyət, rəncbər, elata bölünmüşü xanlıqlar dövründə. Yəni o dövr Rusiyanın işğal dövrü deyildi. Ona görə 4 olacaq, Y variantı. 5-ə baxaq. Şamaxı quberniyasından fərqli olaraq bir İrəvan quberniyası, bir Yelizavetpol. Yəni Şamaxıdan fərqli olsun, bir İrəvan olsun, bir Yelizavetpol. Ərazisində xristiyan ailələri məskunlaşmışdı. Bu hər ikisi üçün oxşar cəhətdir. Həm İrəvan, həm Şamaxı. Şamaxıda ruslar, İrəvanda ermənilər. Deməli, biri A ola bilməz. 19-cu əsrin ikinci yarısında quberniya mərkəzi. Xeyr, Şamaxı yanıb 46, İrəvan yanıb 49. Hər ikisi birinci yarısıdır 19-cu əsrin. Ona görə B də ola bilməz biri. Şəhər islahatı keçirilmişdi, bəli. 1 C olacaq. Şamaxıdan fərqli olan Yelizavetpol quberniyası. Yerli əhalinin inzibati idarəçilikdə iştirak hüququ var idi. Yerli əhalinin inzibati, bəli. Siz nə deyir? 1878 şəhər islahatı keçirildi və yerli əhalinin iştirak hüququ var idi. Amma Şamaxı quberniyası dövründə şəhər islahatı yox idi. Çünki Şamaxı ləğv olub 9-cu ildə. Ona görə 2-yə A-nı götürəcəyik. Qəza və nahiyyə məhkəmələri fəaliyyət göstərdi. Bu həm Şamaxıda var idi, həm də Yelizavetpolda. Çünki qəza və nahiyyə məhkəmələri 40-cı ildə yaranmış. O dövründən sonra da var idi. B ola bilməz. Sahibkar kəndlilərin torpaqlarını satın almaq, bəli, 1870. Çünki 70 islahatında sahibkar kəndlisi torpaq alanda artıq Şamaxı quberniyası yox idi. Ona görə Şamaxıdan fərqlidir Yelizavetpol. Ona görə olacaq A-dan C, 1-ə C, 2-yə A, C. Şimali Azərbaycan 19-cu əsrin 30-cu illərinin birinci yarısından fərqli olaraq 40-cı illərin ikinci yarısında, deməli 30-cu illərin birinci yarısından fərqli olsun, 40-cı illərin ikinci yarısında olsun. 40-ın ikinci yarısında, 30-da fərqli olsun. Ümumi-imperiya qanunları əsasında fəaliyyət göstərən məhkəmələr fəaliyyətə başladı. Başlama 40-dır. Bizə lazımdır 40-ın ikinci yarısı. Əgər göstərdi ki, fəaliyyət göstərirdi, onda götürə bilərdik. Amma yazdığına görə ki, fəaliyyətə başladı, ona görə götürə bilməz. Çünki 40-dan başlamışdı. Ali sirk nümayəndələri bütün inzibati işlərdən bu ilə 40-cı illərdədir. Olsun da fərqlidir. Çünki 30-cu illərdə də kənarlaşdırmışdılar. Ancaq mahal naib ola bilərdilər. Naib və kəndxuda. Amma 40-dan tamamilə, 40-ın əvvəllərindən ikinci yarısına aid deyil deyə götürə bilmərik. Tiyol irsi torpaq kateqoriyası 46. Bu artıq ikinci yarıdır. Bunu götürə bilərik 3-ün. Feodallar kəndlilər üzərində idarəçilikdən məhrum edildi. Xeyr. Bu 65-dir.
Məhkəmələr rus dilində bu hər dövr üçün oxşar cəhət. Yəni o dövrdə məhkəmələr ancaq rus dilində aparır. Deməli olacaq yalnız 3Y variantı. 7-yə baxaq. 12-ci il kəndli əsasnaməsinə əsasən kəndlilər mülkədarlar. Deməli 1912-ci il kəndli əsasnaməsi bir var. Kəndlilər, bir də var mülkədarlar. Yararsız torpaqlar əvəzində pul ödəmirdi. Bəli, yararsız torpaqlar kəndli mülkiyyətinə pulsuz keçirdi. Qolçomaqlar müvəqqəti mükəlləfiyyətli vəziyyətdən azad edildi. Qolçomaqlar yox. Kəndlilər, yəni qolçomaqlar artıq 1870-ci ildə torpağını ala bilən qolçomaq olmuşdu. Ala bilməyən düşmüşdü müvəqqəti mükəlləfiyyətli vəziyyətinə. Yəni qolçomaqlar müvəqqəti mükəlləfiyyətli demək deyildi. Qolçomaq yuxarı təbəqə idi artıq. Ona görə B ola bilməz heç cürə. 1-ə B ola bilməz. İstifadəsində olan torpaqları məcbur şəkildə satın almalıdır. Bəli. Artıq 12-ci il islahatında kəndlilər məcbur şəkildə torpaqlarını almalı. Deməli, biri olacaq A ilə C. İndi ki, baxaq, mülkədarlar. Torpağın pulunu 20 il ərzində kənddən almalıdır. Kəndlidən yox, dövlətdən. Dövlət ödəyirdi. Mülkədar da torpağın pulunu 20 il ərzində, kəndi də 20 il ərzində torpağın pulunu dövlət ödəməlidir. Yəni mülkədar pul dövlətdən almışdı, kəndlidən yox. Deməli A ola bilməz. Çəmən otlaq yerlərinə görə kəndə ödəniş alınmamalıdır. Xeyr, alınırdı. Su arxları xüsusi mülkiyyətinə keçirdi mülkədarların bəli. Deməli 1-ə A, C, 2-yə də C. 7 olacaq Y variantı. 8. 19-cu əsrin 30-70-ci illərin ümumi cəhətinin 50-ci illərindən fərqli. Yəni 30-70-in ümumi olsun, 50-dən fərq olsun. İnzibati idarə və məhkəmə orqanlarında yerli əhalinin iştirakına icazə verilməsi. İnzibati idarə və məhkəmə orqanlarında yerli əhalinin iştirakına icazə verilməsi. Ümumiyyətcə 30-cu illərdə, 40-da, 50-də əhali heç bir vəzifəyə gəlmirdi. Ancaq 70-ci ildə olmuşdu ilk dəfə. Məhkəmə hakiminin Qafqaz canişini tərəfindən təyin edilməsi. 30-cu illərdə Qafqaz canişini yox idi, olmaz. Qəza və nahiyyə idarəçiliyində yalnız ruslardan istifadə edilməsi. Bu 30-cu ildə qəza yox idi ümumiyyətcə. Eyni zamanda da ancaq yenə ruslar idi. Avropa tipli məktəblərin mövcud olması. Bu 30-70-in ümumi cəhət əldən fərqlisi deyil. Bu elə 30, 50, 70-in oxşar cəhətidir. Şəriət məhkəmələrinin nigah və vərəsəlik işlərlə məşğul olması. Nigah və vərəsəlik işlərlə məşğul olması. Bu da uyğun gəldi. Bu da uyğun gəldi. Bir də diqqətlə baxın. Təkrar bir də A-dan baxım. Niyə hamısı uyğun gəldi ki? Deməli, 30-70-ci illərin ümumi cəhətinin 50-ci illərindən fərqli. 30-70-in ümumi cəhətinin 50-ci illərindən fərqli cəhəti. İnzibati idarə və məhkəmə orqanlarında yerli halın iştirakına icazə verilməsi. 70-ci il islahatında icazə verilirdi 1878-ci ildə. Bir də 40-cı ilə qədər ən azından icazə verirdilər ki, naib və kəndxuda olsunlar. Naib və kəndxuda. Amma 40-cı ildən başlayaraq 78-ə qədər bizim ali müsəlmansı ki, heç bir vəzifəyə gələ bilməz. Yəni 50-dən fərqli cəhət olur. Demək, 30-cu ildə naib kəndxuda ola bilirdilər. 70-ci illərdə şəhər dumasına seçilə bilirdilər. Amma 50-ci ildə heç bir vəzifəyə gələ bilmirlər. Ona görə 8 olacaq A variantı. Diqqətsiz baxmışam o suala. 9. Neft sənayesində iltizamın ləğv edilməsinin nəticələrinə aid səhv fikir müəyyən edin. Neft sənayesində iltizamın ləğvi ilə bağlı səhv fikirlər. Bakıda neft sənayesi üçün avadanlıq təsəvvür edən zavodların meydana gəlməsi. İltizamın ləğv edilməsinin nəticələrinə aid səhv fikirlər. Bakıda neft sənayesi üçün avadanlıq təsəvvür edən zavodların meydana gəlməsi. Bakıda neft sənayesi üçün avadanlıq edilməsi, zavodların meydana gəlməsi. Bunu götürə bilərik. Buxar mühərrikindən sonra. Avropa ölkələrinin Azərbaycan neftinə kapital qoyması bunu da götürə bilərik. İsveçdən başlamışdı. Bakının dünyanın neft sənaye mərkəzinə çevrilməsi, bəli, 19 əsrin sonlarında düzdür. Çar hökumətinin hərbiçilərə neftli torpaqlar bağışlaması düzdür. Neft emalı zavodları meydana gəlməsi, bu artıq 59-dur. Yəni hər onda iltisam ləğv olmamış. İltisam ləğv olub 72-ci ildə. Amma emal zavodlar yaranıb 59-cu ildə. Deməli, olacaq Y variantı. 10-cu suala baxaq. Şimali Azərbaycanda 19-cu əsrin sonlarından fərqli olaraq 20-ci əsrin əvvəllərində, 19-un sonundan fərqli olsun, 20-ci əsrin əvvəllərində olsun. Fəhlə tətillər zamanı tətil komitələri fəaliyyət göstərirdi. 19 əsrin sonlarından fərqli olaraq 20-ci əsrin əvvəllərində fəhlə tətilləri zamanı tətil komitələri fəaliyyət göstərirdi. Bəli. İlk dəfə tətil komitələri 20-ci əsrin əvvəllərində
Mütəşəkkil tətil ilk dəfə olub 1895-də, yəni 19-da da var, 20-də də var. 2-ni götürə bilmərik. 2 olmaz. Sahibkar kəndliləri istifadələrində olan torpaqlar ala bilərdilər. Həm 70-də, həm 1912-də. Yəni həm 19 əsr aiddir, həm də 20-ci əsrin əvvəllərində 3 ola bilməz. Azərbaycanın hüquqşünasları vəkil kimi məhkəmədə iştirak edə bilər. 66-dan bu dövrə qədər iştirak edə bilərdilər. Demək 4 də olmaz. Şuşa və Naxçıvanda ipək emalı müəssisələri fəaliyyət göstərirdi. Şuşa, Naxçıvan, Cəbrayılda ipək emalı müəssisə yaranmışdı 19-un sonlarında. Deməli, həm 19-da olub, həm 20-də. 5 ola bilməz. Olacaq yalnız 1. 1903-cü ildə baş vermiş ilk ümumi tətilə aid doğru xüsusiyyətləri müəyyən edin. Fəhlələrin tələblərinin qismən də olsa yerinə yetirməsi bu düzdür. Bakını bütünlüklə əhatə edə bilməməsi xeyr. Bakını bütün sənaye sahəsində əhatə eləmişdi. Tütün sənayesi fəhlələr tərəfindən həyata keçirilməsi xeyr. Tütün sənayesi deyil, neft sənayesi idi. Bakı Fəhlələr Deputatları Sovet tərəfindən təşkil edilməsi xeyr. Bakı Fəhlələr Deputatları 1905-də yaranıb. Sahibkarlara təqdim edə bilmək üçün tələbnamənin tərtib edilməsi bəli. Tələbnamə tərtib edirlər. Bu tələblər də qismən yerinə yetirilmişdir. Olacaq 1-dən 5. Xəritədə işarələnmiş ərazi 19-cu əsrin sonlarından fərqli olaraq 20-ci əsrin əvvəlində, deməli, bura Zaqataladır. Baxaq, Bakı quberniyasının tərkibində idi. 19-cu əsrin sonları Bakı quberniyasından baxın, Zaqatala. Bakı quberniyası bu ərazidir. Zaqatala çox aralıdır, yəni Bakının tərkibində deyildi. Sahibkar kəndliləri feodal asılılığına azad edilmişdi. Biz bilirik ki, 1870-ci ildə Azərbaycanda islahat keçirildi, amma bütün sahibkar kəndliləri azad edilməmişdi. Bir dənə Zaqatala qalmışdı. Zaqatala da keçirilmişdi 20-ci əsrin əvvəllərində, yəni 1912-ci ildə. Ona görə götürə bilərik 19-dan fərqli olaraq 20-ci əsrin əvvəllərində Zaqatalada sahibkar kəndlisi feodal asılılığına azad edilmişdi. Amma hamısına baxam, kəndlilərin müvəqqəti mükəlləfiyyətli vəziyyəti ləğv edildi. Bu 1870-ci ildə də var idi. 70-də kəndli ola bilərdi, 1912-yə qədər, amma fərqli cəhətini istəyir. Ərazidə xristian məbədlərin inşasına icazə verdi. Oxşar cəhət quberniya mərkəzi əlaqəsi Zaqatala quberniya olmayıb. Hadisə Əbdül Tağıyev və Musa Nağıyevin fəaliyyətinə oxşar xüsusiyyətlərdən deyil. Təşəbbüslərlə nəşri maarif incəsəmiyyəti yaradılmışdı, düzdür. 19-cu əsrin ikinci yarısında məşhur neft sənayesləri kimi tanınmaları düzdür. Şəhər dumasına üzv seçilmələri düzdür. 20-ci əsrin əvvəllərində ermənilər tərəfindən qırğına məruz qalanlara yardım göndərilməsi düzdür. 19-cu əsrin sonlarında hazır məhsul istehsal edən müəssisənin yaratılması bu ancaq Tağıyeva aid 1909-cu fabrika. Nağıyevdə yox idi. Ona görə 13 olacaq Y variantı. 14. Müsavat Difai Partiyasının Qeyrət Partiyası ümumi cəhətlər Difai, Müsavat, Qeyrət. Demək, Müsavat 1911, Difai 1906, Qeyrət 1905. Deməli, Azərbaycanın ilk dəfə muxtar tələb edən partiya Qeyrət Partiyasıdır. Muxtar tələb etmələri. Müsavatın da proqramında var idi. Difaində proqram içərisində bir kəlmə ilə keçir. Ümumiyyətcə, Qeyrət ilk dəfə muxtar tələb edən partiyaydı. Ona görə hər üçün oxşar cəhət olacaq. Muxtar tələb etmələri, yəni proqramlarında göstərilir. Amma hamısına baxaq. Əsas mərkəzinin Bakıda. Qeyrət gənclərdə olmaz. Eyni şəxs xeyr, fərqli şəxslərdir. Gənc türklər və məşrutə hərəkatına kömək göndərməsi Difai müsavatda yox idi, Qeyrətdə yox idi. İkinci Nikolayın söz yığıncaq azadlıq haqqında manifestdən əvvəl yox, sonra idi. Ona görə olacaq A variantı. Şimali Azərbaycanda 19-cu əsrin 40-cı illərindən fərqli olaraq 19-cu əsrin 50-ci illərində, deməli 40-dan fərqli olsun, 50-ci illərdə olsun. Baxaq, 40-dan fərqli olsun 50-ci illərdə. Yeni quberniyaların təşkil edilməsi. Yeni quberniya 46-da yaranıb. Sonra 59-cu ildə Şamaxı ləğv oldu, Bakı adlandı. Deməli A ola bilməz. 1-ə A ola bilməz. Neft emal edən müəssisələrin meydana gəlməsi. 40-dan fərqli olaraq 59-cu ildə Bakı Ağ neft var. Deməli 1-ə B-ni götürə bilərik. Şamaxı və Tiflis quberniyalarından bəzi ərazilərin İrəvan quberniyasının tərkibinə verilməsi. Bu 49 idi. Deməli C-ni götürə bilmərik. Həm 40-cı illərə aiddir. Deməli C ola bilməz. 1-ə C də ola bilməz. Heç C yoxmuş. İndi baxaq 60-cı illərdə. 40-dan fərqli olsa 60-cı illərdə. Alman kapitali əsasında fəaliyyət göstərən sənaye müəssisələrinin açılması bəli. 65-ci il Gədəbədə misətmə zavodu. Məhkəmələrin rus dilində aparılması. Bu hər dövr üçün oxşar cəhətdir. Həm 40, həm 30 əməli. Deməli 2-yə B ola bilməz. Heç yoxmuş da. Ali Silkin kəndliləri üzərində hakimiyyətin məhdudlaşdırılması haqqında qərarın verilməsi. Deməli, Ali Silkin kəndlilər üzərində hakimiyyətinin məhdudlaşdırılmasına aid qərarın verilməsi. Ali Silkin kəndliləri üzərində hakimiyyətinin məhdudlaşdırılması
dırılmasına aid qərarın verilməsinə nəzərdə tutur ki, bu görəsən 40-dan fərqli olaraq 1960-cı illərində. O bir variantlara baxım. 70-ci illərində Şəkidə məhdud səlahiyyətli şəhər islahatının mövcud olması. Şəki yazılıb, İrəvan yazılıb, nə yazılıb? Şəkidir, görəsən Şuşadır bu ərazidə. Şəki olsa səhv olar. 70-ci illər deyil, A ola bilməz. 3-ə A ola bilməz o zaman. Buruq üsulu ilə neft quyularının qazılması 40-dan başlayıb B də ola bilməz. Sahibkar kəndlərin istifadə etdiyi torpaqların daimi istifadə etmək hüququnun olması, bəli. 3 olacaq C variantı. 3 olacaq C variantı, 1 olacaq B variantı. 3 olacaq C, 1-ə B. Deməli 2 ya A-dır, ya C-dir. Deməli 2 təbii ki olacaq A variantı. 2A olacaq, amma Ali Sirkin kəndlilər üzərində hakimiyyətini məhdudlaşdıran qərarına məhdudlaşdırmasına, bu da 1865-də götürə bilərik də. 65-ci ildə Ali Sirkin kəndlilər üzərində İnzibati Polis Məhkəmə hüququ məhdudlaşdırdı. C də ola bilər. Deməli burada həm A ola bilər, həm C ola bilər. Amma variantı çıxarda bilmirik deyə variant olacaq D variantı. Daha əvvəl baş vermişdi. Müsəlman İttifaqı Mərkəzi Komitəsinin yaradılması haqqında qərar 1906 qurultaylardadır bu. Çar hökumətin ərsallar göndərməsi 1905-ci ilin yayındadır. Azərbaycanlara qarşı mövzuları seçkiliyə qarşılanmaq üçün Çar hökuməti tərəfindən bu köhnə kitablarda. Bu da ərsallardan sonradır. Ərsallardan sonra 1905-dən sonra. Bu Ümumi Rusiya müsəlmanların ikinci qurultayı 1906-cı il. Yanvar ayı. Əsədullah bəy Muradxanovun Dumaya seçilməsi 1906. Deməli olacaq Çar hökumətinin ərsalları 1905-in 16 B variantı. 1905-6-cı illərdə Azərbaycanda həyata keçirilən milli qırğın dövrünə aid uyğun verilməyən İrəvan, Gəncə, Qarabağda bütün əhalinin qırğın yenə oxuya bilmədim. Uzaqlaşdırım, bəlkə oxuya bilərəm. Yox, oxuya bilmədim. 1905-6-cı illərdə Azərbaycanda həyata keçirilən milli qırğın dövrünə aid doğru verilməyən İrəvan, Gəncə, Qarabağda bütün əhalinin qırılması nəzərdə tutulması, bəli, nəzərdə tutulmuşdu. Qırğın siyasətinin Bakı ərazisində başlaması, bəli. Difai Partiyasının Qars və Qafqazda şöbələrin açılması, bəli. İrşad qəzetinin milli qırğına aid məlumatlar xalqa çatdırması, düzdür. Bakıda ilk dəfə hərbi vəziyyət 1895 Bakıdakı o fabrikdə idi. Yəni 20-ci əsrin əvvəllərində yox. Ona görə iyi olacaq. Milli Azərbaycan Şimali Azərbaycanın birinci Rus inqilabı dövrü üçün səciyyəvi deyil 1905-7. 1905-7. İrşad qəzetinin nəşr edilməsi, bəli, difai. Xalqın ehtiyacını özündə əks etdirən ərsalların təşkil edilməsi, bəli. Rusiyaya müsəlmanlara qarşı seçkilinin aradan qaldırılması nəzərdə tutan tələbnamə göndərilməsi, bəli, 1905-ci il bəhs etdiyimiz məsələ. Müsəlman İttifaqına rəhbər etmək üçün daimi yeri Bakı olan Mərkəzi Komitə 1906-cı ilin avqustu Nijni Novqorod. Xəlil bəy Xasməmmədovun Dumada təhsil və məhkəmə işlərinin ana dilində aparılması. Bu 3-cü Dumadır 1907. Amma artıq 2-ci Duma qolundan sonra Rus inqilabı başa çatmışdı. Yəni 3-cü Dumanın dövründə artıq inqilab yox idi. Ona görə Y variantı olacaq. Birinci Dumaya seçilmişdir. Xəlil bəy Xasməmmədov 2-3, Zeynal Zeynalov 2, Şahtatinski 2, Mustafa Mahmudov 2, Ağa Xandravanski 1-ci Duma. Müsavat Partiyası üçün səciyyəvidir. Müsavat Partiyası. Müsavat yaranıb 1911-ci ildə. 11-də yaranıb, 12-də də birinci proqramı qəbul olmuşdu. Məmməd Əmir yox, Məmməd Əli Rəsulzadə. Məmməd Əmirin qardaşı oğlu. Azərbaycana ilk dəfə muxtariyyət tələb edən partiya bu Qeyrət Partiyasıdır. 20-ci əsrin ikinci 10 ilində proqramın qəbul edilməsi 1912 ilə bu olacaq. Hamısına baxın. Gəncədə əsasını qoyması Bakıda qoymuşdu. Müsəlman İttifaqı Partiyası eyni ildə. Müsəlman İttifaqı Partiyası 1905. Amma bu 1911-də yaranmışdı C variantı. Deməli, Müsavat, Müsəlman İttifaqı, bir də Difai 1, 2, 3, 4, 5. Ümumi Rusiya müsəlmanların qurultayında yaranması. Bu il olacaq Müsəlman İttifaqı. Onun içində yaranmışdı Müsəlman İttifaqı təşkilatı. Ana dildə təşkilat yazılıb deyə bəzən çaşqınlıq yarada bilir. O Müsəlman İttifaqı Partiyasıdır. Deməli, 1-ə 2 olacaq A variantı. Çar 2-ci Nikolayın manifestindən sonra təsis edilməsi. Çar 2-ci Nikolayın manifestindən sonra təsis edilmişdi. Müsəlman İttifaqı elə hər bir. Oxşara gedəcək B. 5-ə gedəcək B variantı. Sonra müsəlmanların hüquqlarına aid tələblərin irəli sürülməsi.
Yox, 5-ə gedəcək C variantı. Bir dəqiqə. 5-ə gedəcək C variantı müsəlmanların hüquqları ilə bağlı idi. Birinci Rus inqilabı illərində Qars və Qafqazda şöbələr, bu olacaq difai. 3-ə gedəcək D variantı. 20-ci əsrin ikinci 10 illiyində təsis edilməsi 1-ə gedəcək Y variantı. Çar 2-ci Nikolay manifestindən sonra təsis edilməsi Müsəlman İttifaqı yaranıb 1905-in avqust ayında. Çar 2-ci Nikolayın fərmanı oktyabr ayındadır. Yəni Müsəlman İttifaqı ondan sonra deyil. Müsəlman İttifaqı manifestdən əvvəldir. Manifestdən sonra olan müsavatdan difaidir. Ona görə 4-ə gedəcək B variantı. Diqqətli olmaq lazımdır bu suallarda. Birinci Rus inqilabı illərində Bakıda ümumi tətillərin təşkil edilməsi bəli. Bakıda ümumi tətillər həyata keçirilmişdi. Biri olacaq. Cənubi Qafqaz idarəsinin dəyişilməsi bəli. Qafqaz canlısı yaradılmışdı. 2 olacaq. Azərbaycanda inqilabi hərəkət etmək üçün təşkilat yaradılmışdı. Bəli, BFDS yaradılmışdı. 3 olacaq. Qazax və Zəngəzurun qaçaq hərəkatı mərkəzi bu 19-cu əsrin sonlarıdır. Yəni burjuya inqilabı dövrü deyildi. Bakı neft sənayesi fəhlələrinin tətil komitələrinin birləşməyə başlaması bu da Rus inqilabilərinin əvvəldədir. Ona görə 5 ola bilməz. 20-ci əsrin əvvəllərində Şimali Azərbaycanın sosial-iqtisadi vəziyyətinə aid doğru fikirləri müəyyən edin. 20-ci əsrin əvvəllərində həm iqtisadi, həm də siyasi vəziyyət. Sosial-iqtisadi, sosial, bir də iqtisadi. Əkinçilik üçün yararsız torpaqların sahibkar kəndlilərinin pulsuz, əkinçilik üçün yararsız torpaqlara sahibkar kəndlilərin pulsuz yerləməsi 1912-ci islahatını deyir. Bunu götürə bilərik. Demək, biri götürə bilərik. Naxçıvan, İrəvan və Gəncə arasında teleqraf xətlərinin mövcud olması. Mövcud olma deyilsə götürə bilərik. Çəkilmə olsa da götürə bilmədik. Çəkilmə 19 əsrin sonlarıdır. Mövcud olmanı götürə bilərik. Bakı şəhərinin Xəzərdə ən böyük limana çevrilməsi. Bakı şəhərinin Xəzərdə ən böyük ilə bunu da götürə bilərik. Sosial-iqtisadi vəziyyətlə bağlı doğru fikri ilə bunu da götürə bilərik. 3-ü də götürə bilərik. Ən böyük limanı da Bakı şəhəri. Dəmir yolları üzərində yerləşməyən şəhərlərin ticarət dövrəsində zəifləməyə başlaması bu 19-un sonlarıdır. Bakı şəhərinin Xəzərdə ən böyük limana çevrilməsi bu da 19-cu əsrin sonlarıdır. Limanlar çəkiləndən sonra ona görə 3-ü götürə bilmərik. 20-nin əvvəlləri yox. Ən böyük liman olmuş 19 əsrin sonlarıdır. Ona görə 3-ü götürə bilmərik. Bakıda bank kredit məsələləri yaranıb bu da 19 əsrin sonlarıdır. Demək bu hər üçü 19-un sonudur. Əslində düzgün fikirdir, amma 20-ci əsr deyil. 19 olduğuna görə bu üçün götürə bilmərik. Götürəcək 1-dən 2-ni yalnız. Ardıcılığı müəyyən edin. Mazur Konstitusiyasının imzalanması 1904. Bakıda ilk dəfə siyasi tətil 1902. Bakı Fəhlə Deputatları Sovetinin yaradılması 1905. Fəhlilər tərəfindən tətil komitəsinin yaradılmasına başlaması tətil komitəsi 1903-də götürə bilərik. Deməli 2, 4, 1, 3, 2, 4, 1, 3. Bakı, Gəncə, Gədəbəy. Amma 20-ci əsrin əvvəlində Qeyd Partiyasının yaranması Gəncə 1905 3-ə gedəcək A. Metallurgiya müəssisələri arasında dəmir yolunun çəkilməsi Gədəbəyə gedəcək. Yox, Gəncə 2-dədir, səhv işarə elədim yenə. Demək, Qeyd Partiyası Gəncəyə gedəcək. Gəncə 2-də A-dır. Metallurgiya müəssisələrinin arasında dəmir yolunun çəkilməsi Gədəbəy B. İlk dəfə mütəşəkkil tətil Bakıdadır, amma 20-ci əsrin əvvəllərində yox. 1895-ci deyil, 19-cu əsrdə onu götürə bilmərik, C-ni götürə bilmərik. İbrahim Ağa Vəkilov tərəfindən təşkilatın yaradılması. İbrahim Ağa Vəkilov tərəfindən Gəncdə yaradılmışdır. Deməli 2-yə həm də D-ni götürməliyik. İbrahim Ağa Vəkilov tərəfindən təşkilatın yaradılması. İbrahim Ağa Vəkilov hansı təşkilat yaratmışdı? İbrahim Ağa Vəkilov müdafiə. Müsəlman İttifaqı Mərkəzi Komitəsinin mərkəzi seçilməsi bu Bakıdır. Deməli 1-ə gedəcək Y, 2-yə A, 3-ə də B. 1-ə Y, 2-yə A, Gəncəni işarələmədim. 2-yə bir də həm də D müdafiə. Müdafiəni Gəncdə yaratmışdı. 2-yə A, D, 3-ə də B. 1-ə Y, 2-yə A, D, 3-ə də B. Mütəşəkkil tətil Bakıda baş verməli, amma 20-ci əsrin əvvəlləri deyil. İbrahim Ağa Vəkilov müdafiəni yaratmışdı, Gəncdə yaratmışdı 1907, ona görə götürə bilərik. Müsəlman İttifaqı Mərkəzi Komitəsi 1906, o da 20-ci əsrin əvvəllərinə düşür, Bakıya düşür, ona görə götürürük. 1-ə Y-ni götürdük, 2-yə A-nı, D-ni, 3-ə də B-ni.